Qız olduğum üçün ailədə sevilməyən bir uşaq idim. Atam nifrəti o qədər açıq bildirirdi ki, 20 yaşında təzə tanıdığım adama şəhərdən kəndə qoşulub qaçdım. Çox kasıb idilər, amma sevdiyim oğlan olduğu üçün qəbul edirdim. Qısa müddətdə ana olacağımı öyrəndim və çox xoşbəxt idim. Anam heç məni sevmirdi, çünki bacısı qızını almaq istəyirdi. Həmləliyimin 7-ci ayında oğlu ilə birlikdə məni döydülər. Erkən doğum oldu və 4 gündən sonra oğlum mələk oldu. Harda dəfn olunduğunu belə demədilər. İllər sonra bir oğlum, 2 qızım oldu. Günlərim pis keçirdi və atam evinə tez-tez gedirdi. Yoldaşım xarici bir vətəndaşla sosial şəbəkədə tanış olub, onunla eşq yaşamağa başladı. Onun sözü ilə qaynanam və qaynatam məni döyüb evdən atdılar. Pulu çox idi və hər dəfəsində onlara pul göndərirdi. Sevgilisi Bakıya gələndə milli yeməklər və şirniyyatlar hazırlayıb aparırdı. Amma bizə pul vermirdi. Artıq bezmişdim hər şeydən. Uşaqları alıb evdən çıxdım və bacımın yanına sığındım. Çox zülm çəkdim. Atam mənə zəhəri uzadıb, bunu iç öl, amma mənim evimə boşanıb gəlmə dedi. Uşaqlarım üçün mübarizə apardım və boşandım. Atam mənim adımdan uşaqlara imtina ərizəsi yazdırdı. Oğlum atasını, qızlarım məni seçsə də əlimdən alındı. Bir müddət iş tapıb mağazada axran işlədim. Kredit götürüb iddia qaldırıb uşaqlarımı geri aldım. Oğlum xaric. Keçmiş yoldaşım oğlunu atıb xarici ölkəyə evlənməyə getdi. Mən uşaqları tək başına böyütdüm. Atam, anam bütün nəsil sildi məni ki, uşaqlarımı geri aldığım üçün. İllər keçdi. Onun artıq bir oğlu, mənim isə oğlum əskərdir. Qızlarım isə biri polis akademiyasında, kiçik qızım isə hərbi lisseyə hazırlaşır. Məğlub olduğumu düşünürdü hamı, amma mən isə qalib anayam.